Salam dəyərli izləyicilər. Mən Ceyhun Səlimov. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 20 sınaq 2-ci qrup riyaziyyat test toplusundan növbəti 4-cü sınağın icraatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi, eyni zamanda şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. A parametrinin hansı qiymətində tənliyin bir kökü -2 olar? Tənliyin köklərindən biri verilibsə, tənliyin kökü ümumiyyətlə verilibsə, tənliyin kökünü aparıb tənliklə yerinə yazanda doğru bərabərlik alınmalıdır. Tənliyin kökünü verib bizə -2. Yəni x bizdə -2-dir. Gətirib tənliklə yerinə yazsaq, -2-nin kubu çıx -2 üstəgəl a bərabər nəyə? 0-a. -2-nin kubu bizə verir -8 üstəgəl 2 üstəgəl a bərabər 0. Buradan alır -6 plus a bərabərdir 0-a. A alır neçə? A6. Yəni doğru cavab burada Y variantı. İkinci sualımız. Daxili bucaqlarının cəmi 1260 dərəcə olan qabarıq çoxbucağının neçə diaqonalı var? Daxili bucaqların cəmi. Qabarıq n bucağının daxili bucaqların cəmi n-2 vur 180 dərəcəyə bərabərdir. Bunu da bizə verib. Bərabərdir 1260 dərəcə. Hər tərəfi 180-ə bölsək, n-2 bərabərdir 7-yə. Burada n bərabər alınır 9. Deməli, tərəf sayı 9-dur. Diaqonal sayı isə n vur n-3 böl 2 düsturdan hesablanır. 9 vurulsun 9-3 böl 2-yə. Bu da bərabərdir 9 vur 6 böl 2. 54-ün 2-yə nisbəti bu da olacaq 27. Yəni doğru cavab burada A variantı 27-yə bərabərdir. Üçüncü sual. Yusif 19 manata 3 kitab, 7 albom, Rəna isə 9,5 manata eyni kitab və albomdan uyğun olaraq 2 və 3 ədəd aldı. Bir kitab və 2 albomun birlikdə qiyməti neçəyə olar? Deməli, kitabın qiymətinə, kitaba deyirəm x manat, alboma deyirəm albom y. İndi Yusif 3 kitab, yəni 3x üstəgəl 7 albom 7y bərabərdir 19 manat. Rəna isə 9,5 manata eyni kitab albomdan 2 və 3 ədəd alıb. Deməli, 2 ədəd kitab alıb, uyğun olaraq yazır. 2 ədəd kitab. Deməli, 2x, 3 ədəd isə albom, 3y. Bərabərdir 9,5. İndi bizdən soruşur bir kitab və 2 albomun qiymətini. Yəni, bizdən soruşur x plus 2y nəyə bərabərdir? Mən tənliklər sistemi, baxın, bunları tərəfə toplasam alınacaq 5x üstəgəl 10y bərabərdir 19-un üzərinə 9,5 gəlsək 28,5. İndi hər tərəfi 5-ə bölsək, buradan alınır x plus 2y bərabərdir 28,5-i 5-ə böləndə olacaq 5,7. Yəni doğru cavabımız burada B variantı. 5,7-yə bərabərdir. Dördüncü sualımız. Tənliyin neçə həqiqi kökü var? Əvvəlcə nəyə baxırıq? Sol tərəfdə kvadrat kök var. Kvadrat kökün kökaltı ifadəsi, yəni mənfi ola bilməz. Ona görə yazırıq ki, x çıx 4 böyük bərabər 0, bir də 8 çıx 2x böyük bərabər 0. Buradan alınır x böyük bərabər 4. Buradan alınır -2x böyük bərabər -8. Hər tərəfi -2-yə bölsəm, bərabərsizlik işarəsini dəyişəcək. X kiçik bərabər 4. İndi baxırıq. X 4-dən böyük bərabər, x 4-dən kiçik bərabər. X bərabərdir, yalnız 4 var. Yəni, yalnız 4. İndi 4-ü yerinə qoysaq, 4-ü yerinə qoyanda alır kökdə 0 plus kökdə 0 bərabərdir. Sağ tərəfdə də 0 alınır. Bu da doğru bərabərlik olduğu üçün 4 artı tənliyin həllidir. Ona görə bu tənliyin sadəcə bir dənə həlli var, o da 4.
5-ci sual. ABCD proqramında AM tənböləninin uzunluğu 18 sm, AD 20 sm, AB 13 sm olarsa AMCD dörtbucaqlısının perimetrini tapın soruşur. Şimdi tənböləndir. Yəni bura alfadırsa, burada alfadır. Burada nəyə baxırıq? AMB bucağı ilə MAD bucağı daxili çarpaz bucaqlardır. Yəni burada olacaq alfa. Burada alınıb bərabər yanlış bucaq. AB ilə BM bərabərdir. Şimdi AD'ni bizə verib 20, AM 18, AB'ni də verib 13. Bura 13 ise burada 13'tür. Eyni zamanda burada 13. AD ilə BC bərabərdir. Demək bura 7 olmalıdır. Bizdən də AMCD dörtbucaqlısının perimetri soruşur. 18 plus 20 plus 13 plus 7. Bu da bərabər olacaq. Bunları toplasaq 58 olacaq. Yəni doğru cavabımız burada D variantı 58'e bərabərdir. Altıncı sual. Tənliyin kökləri hasilini tapın. Burada nə edəcəyim? Sol tərəfi belə yazıram. X çıxılsın 1 bölü x'in kvadratı üstəgəl 2. Bəbədə 3 vurulsun. X çıx 1 bölü x. Şimdi burada x çıxılsın 1 bölü x'e yeni bir dəyişən deyəcəm. A deyəcəm. Alınacaq burada a kvadrat plus 2 bərabərdir 3a'ya. A kvadrat çıx 3a plus 2 bərabərdir 0 alınır. Bu da nə deməkdir? A çıx 2, A çıx 1 bərabərdir 0'a. Hasil 0'sa ən azı biri 0'dır. A'nın bir qiyməti 2'dir, digər qiyməti də 1'dir. Gətirib burada yenə yazsaq. X çıxılsın 1 bölü x bərabərdir 2'yə. Bir də x çıxılsın 1 bölü x bərabərdir 1'ə. Yəni x təbii ki 0'dan fərqlidir. Hər tərəfi x'ə vursam, burada alınır x kvadrat çıx 1 bərabərdir 2x. X kvadrat çıx 2x çıx 1 bərabərdir 0. Burada hər tərəfi yenə x'ə vursam x kvadrat çıx 1 bərabərdir x'ə. X kvadrat çıx x çıx 1 bərabərdir 0. İndi baxaq, burada alınır kvadrat tənlik. Burada kökləri hasil -1'dir. Burada kökləri hasil -1'dir. Burada kökləri hasil -1, burada -1. Bunların da hasili bizə verəcək müsbət 1. Yəni doğru cavab burada B variantı müsbət 1'ə bərabərdir. 7-ci sual. Daxilinə çevrə çəkilmiş ABCD dörtbucaqlısının tərəfləri AB 5x, BC 2x, CD 12 və AD 21 olarsa onun perimetrini tapın. Əgər dörtbucağın daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabərdir. Yəni yazırıq 2x üstəgəl 21 bərabərdir 5x üstəgəl 12. Buradan alınır 21 çıx 12 bərabərdir 5x çıx 2x'ə. Buradan alınır 9 bərabərdir 3x'ə. X alınır neçə? x3. x3'dürsə deməli bura nə olacaq? Bura 6 olacaq. Deməli baxırıq iki tərəfin cəmi 6 plus 21 olacaq 27. Deməli qarşı tərəflərin cəmi 27 isə digər qarşı tərəflərin cəmi də olacaq 27. 27 birbaşa yazdıq. Perimetrini çalacaq. Perimetr olacaq 54. Doğru cavab A variantı. 8-ci sual. Tənlinin kökü A olarsa ifadəsinin qiymətini tapın. Yəni birinci mütərizəni açaq. Olacaq x kvadrat çıx 3x. Çıxılsın x qetin kvadratı. Mütərizənin qarşısı mənfi olduğu üçün nəticəni mütərizə içində yazmalıyam. X kvadrat çıx 14x plus 49 bərabərdir 28. X kvadrat çıx 3x çıx x kvadrat plus 14x çıx 49 bərabərdir 28'ə. Burada x qatır islah olunur. 11x bərabərdir 49 plus 28'ə. 11x bərabərdir 77. X alınacaq buradan 7. X 7'dir. Gətirib yerinə yazsaq. 7 üstəgəl kök altında 3 vur 7 plus 4. Plus yox çıx.
çıx 0,7 bərabərdir. 7 üstə gəl. Köşdə 25 çıx 0,7. 7-dən 0,7 çıxanda 6,3 üstə gəl 5. Bu olacaq 11,3. Doğru cavabımız D variantı. 9-cu sual. Oturacaqları 13 sm və 8 sm, yan tərəfləri 3 sm və 4 sm olan trapesiyanın hündürlüyünü tapın. İndi trapesiya çəkməliyim mən burada. Trapesiya çəkə bilsək. Hesablandıra bilmədik bundan. Silək. Şöyle trapesiya var mı? Hazır trapesiya getirib qoyaq. Varmış. Olsun hər hansı bir trapesiyamız. Bərabər yanlı olmadığı üçün ona görə ölçüləri dəyişdim. Deməli, oturacaqlar 8 və 13'dür. Oturacaqlar 8 və 13'dür. Bunu yazdıq. Yan tərəflər isə 3 və 4'dür. Burada 4, burada 3. Yəni bizdən trapesiyanın hündürlüyünü soruşur. Burada mən nə edəcəm? Burada deməli düz xətt çəkək, düz xətt. Bu təpədən paralel bir düz xətt çəksəm, paralel bir düz xətt çəksəm, bura 8 isə burada 8 olacaq. Bura 4 isə burada 4. Deməli, bura 8 olursa, deməli, bura 5'dir. Belə niyə çəkdim? Belə rahat görünür. 3, 4, 5 üç bucağı alındı. Bu da düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucaqdır. Buradan bir hündürlük çəksəm, hündürlük. Bizdən bunu soruşur. Düz bucaqlı üç bucaqdır. Düz bucaq təpəsindən çəkilmiş hündürlük bərabərdir. Katetlərin hasili böl hipotenuza. Yəni 12 bölünsün 5'ə. Bu da 2,4. Doğru cavabımız burada 2,4'dür. İndi düz bucaqlı üç bucaq deyilsə, onda necə yazacağıq? Gəlin ona baxaq. Bunları mən qaytarım geri. Şimdi baxaq. Burada nə edəcək? Hər bir təpədən hündürlük çəkəcək bu şəkildə. Hər bu təpədən. Bura 8 ise burada 8. Yerdə qalır 5. Demək mən buraya x desəm, bura olacaq 5 çıx x. Burada h. Sol tərəfdəki düz bucaqlı üçbucaqdan yazıram. H kvadrat üstə gəlir 5 çıx x-in kvadratı və 4'ün kvadratı. Sağ tərəf içində də yazırıq. Demək burada h'dır. H kvadrat üstə gəlir x kvadrat və 3'ün kvadratı. Tərəf-tərəfə çıxıram. Tərəf-tərəfə çıxsam h kvadratlar sıfıra gələcək. Alınacaq 5 çıx x-in kvadratı çıx x kvadrat. Bərabər 4'ün kvadratı çıx 3'ün kvadratı. Bunların fərqi bizə verir 5 çıx 2x-i. Bir də bunların cəmi lazımdır. Bunların da cəmi 5'i verir. Bərabər sağ tərəfdə də alınır 7. 5 çıx 2x bərabərdir. 7'ni 5'ə böləndə 1,4. Buradan alır ki 2x bərabərdir. 3,6 və x alınır neçə? X alınır 1,8. X tapdıq 1,8. Elə gətirib burada yerinə yazsaq, hündürlük tapmış olacaq. H kvadrat üstə gəlib 1,8'in kvadratı bərabərdir 3'ün kvadratı. H kvadrat bərabərdir 3'ün kvadratı çıx 1,8'in kvadratı. H kvadrat bərabərdir. Bunların fərqi 1,2, bunların cəmi isə 4,8'dir. Bunu da belə yazacağıq. H bərabərdir kök altında 1,2 vur 1,2 vur 4. H bərabərdir 1,2 vur 1,2 kök 1,2 çıxır.
4'ten də 2 çıxır. Və nəticə h alınır 2,4. Yəni doğru cavab burada 2,4-də bayaq da almışdıq. Keçən növbəti 10-cu suala. Sualımız belədir. Tənlinin həqiqi köklərinin hansını tapın. Burada nə edəcəyik? Burada ən rahat yol nədir? Bununla bunu bir-birinə vursaq, yəni x çıx 1 vurulsun x plus 5. Bir də digər ikisini bir-birinə vursaq, x plus 1, x plus 3. Bərabərdir 105-ə. Burada əvəzləmə gələcək. İlk ikisinin hasili bizə verir x kvadrat. X kvadrat. Birbaşa yazıram. Plus 4x çıx 5. Burada isə alınır x kvadrat plus 4x plus 3. Bərabərdir 105-ə. İndi x kvadratı plus 4x çıx 5-ə bir t deyəcəm. T. T desəm, onda alınır burada. T vurulsun. T plus 8. Bərabərdir 105-ə. Bunda yazırıq t kvadrat plus 8t çıx 105. Bərabərdir 0. İndi biz bunu yazmalıyıq. Bunu eləməliyik ki, vurgulara ayrılsın. Deməli 8 və 105. Benim bu şəkildə yaza bilərik. T kvadrat çıxılsın 7t. 7t. Üstəlik 15t. Çıx 105. Bərabərdir 0. İlk ikisində orta vuruq t'dir. T'ni çıxarsam t çıx 7. Burada isə 15'dir. 15'i çıxarsam t çıx 7 qalır. Bərabərdir 0. İndi hər ikisində orta olan t çıx 7 var. Çıxardan mütərizə xaricinə. Burada isə t plus 15 qalır. Bərabərdir 0. T'nin biri 7'dir. Digəri də nədir? Mənfi 15'dir. Gətirib burada yerinə yazsaq, gör nə alınır? X kvadrat plus 4x çıx 5 bərabərdir 7'yə. X kvadrat plus 4x çıx 5 bərabərdir mənfi 15'ə. Buradan alınır x kvadrat plus 4x çıx 12 bərabərdir 0. Buradan alınır x kvadrat plus 4x plus 10 bərabərdir 0. İnternetinin kökləri hasilini soruşur. Burada baxın ikincidə kök yoxdur. Yəni bundan kök yoxdur. Çünki diskriminantı mənfi çıxacaq. Amma burada kökləri hasili nədir? Mənfi 12'dir. Kökləri hasili soruşduğu üçün doğru cavabımız D variantı. Mənfi 12'yə bərabərdir. Növbəti sualımız 11-ci sual. Düzgün 5 bucağının bir daxili bucağı ilə bir xarici bucağının fərqini tapın. Ümumiyyətlə, çoxbucaqlı düzgün çoxbucaqlıdırsa, xarici bucaqların cəmi 360 dərəcədir. Yəni bütün bucaqlar da bərabərdir. 360 dərəcəni tərəflərin sayına bölsək, yəni 5'ə bölsəm, olacaq 72 dərəcə. Demək, bir xarici bucağı 72 dərəcədir. Bir xarici bucaqla bir daxili bucaqlar qonşu bucaqlardır. Ona görə cəmləri olacaq 180. 72 dərəcə plus daxili bucağa x desəm, bərabərdir 180 dərəcəyə. Burada x bərabər olacaq 180 dərəcə çıx 72 dərəcə. Buradan x alır neçə? 108 dərəcə. Deməli, bir daxili bucaq 108. Bir daxili bucaq 108-dir, bir xarici bucaq da 72-dir. Bizdən bunların fərqini soruşur. 108 dərəcə çıx 72 dərəcə. Olacaq 36 dərəcə. Doğru cavabımız C variantında verilib. 12-ci sual. Tənlinin kökləri qarşılıqlı əks ədədlər olarsa, onun böyük kökünü tapın. Əgər tənlinin kökləri, Qura tənlinin kökləri qarşılıqlı əks ədədlərdirsə, onda kökləri cəmi olmalıdır 0. Yəni B olmalıdır 0. Qısa konkret B 0. B də x-in əmsalıdır. X-in əmsalı P çıx 3'dür. Yəni P çıx 3 olmalıdır nə? 0. P bərabərdir 3. P yenə 3 yazsa alınır. 2x kvadrat çıx 3 çıx 5 bərabərdir 0. 2x kvadrat çıx 8 bərabərdir 0-a. 2x kvadrat bərabərdir 8-ə. X kvadrat alınır neçə? 4. X kvadrat 4 alındı. Deməli x bərabərdir plus minus 2. Bizdən böyük kök soruşduğu üçün doğru cavab olacaq D variantı. Yəni 2'yə bərabərdir. 13-cü sual. Perimetri 30 cm, kör bucağı 120 dərəcə olan
rombun kiçik diaqonalını tapın. Deməli bizə romb lazımdır burada. Bizim rombumuzdur. Deməli A, B, C, D. ABC'de romdur bu. İndi deyir ki, perimetr 30'dur. Perimetr 30'sa, deməli perimetri mən 4'ə bölsəm, bir tərəfin uzunluğunu, yəni 7,5 alacağım. Bu da bir tərəfin uzunluğudur. Yəni 7,5. Kör bucaq 120 dərəcədirsə, kör bucaq. Kör bucaq buradakı B və D bucaqlarıdır, kör bucaq. Diagonal da kör bucağı yarıya bölür. Deməli bura 60 dərəcə. Eyni zamanda burada olacaq 60 dərəcə. Çünki romb olduğu üçün, yəni bərabər yanlı üçbucaqdır, elə bil ki burada ABD 60, burada 60. Ona görə burada 60 çıxacaq və alanda bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq olduğu üçün BD olacaq 7,5. 7,5 kiçik diaqonaldır. İti bucağın qarşısı olduğu üçün uzunluğu olacaq 7,5. Doğru cavab B variantı. 14-cü sual. Tənlinin x1 və x2 kökləri üçün kökdə altında x1, üstəlik kök altında x2, üstəlik 2,5 ifadəsinin qiymətini tapın. Əvvəlcə mənə lazımdır kök altında x1 ilə kök altında x2-nin cəmi. Mən buna bir dənə t deyirəm. Və t təbii ki, burada sıfırdan böyükdür. Çünki ikisi də sıfırdan böyük bərabər olduğu üçün nəticə, hətta ikisi sıfır ola bilməz, heç biri sıfır ola bilməz. Ona görə, tənliyə görə heç bir sıfır ola bilməz. Ona görə t böyük 0 yaza bilərik rahatlıqla. Hər tərəfin kvadratını alsam, x1 plus x2, üstəlik 2 kök altında x1 vur x2 bərabərdir t kvadratına. İndi tənlikdən görünür. Tənlimiz çevrilmiş kvadrat tənlikdir. Kökləri cəmi bərabərdir. İkinci həddin əmsalı əksi, yəni 21-ə. Kökləri hasil isə sərbəst də, yəni 4-ə bərabərdir. Gətirib yerinə yazsaq burada. Alınacaq 21, üstə gəl 2 kökdə 4. Bərabər t kvadratı. 21 üstə gəl 2 vur 2 bərabər t kvadratına. T kvadrat bərabərdir 21 plus 4'ə. T kvadrat bərabərdir 25'ə. T də bərabərdir müsbət 5. Niyə t sıfırdan böyükdür yazmışıq. T müsbət 5'dir. Gətirib yerinə yazsaq orada. 5 üstə gəl 2,5. Nəticə olacaq 7,5. Doğru cavab A variantı. 15-ci sual. Tənlinin köklərinin hasilini tapın. Sol tərəfdəki modulun içərisini belə yazıram. Modul içərisində x çıx 2, x plus 2. Çıxılsın 3 vurulsun modul x plus 2. Bərabərdir, sağ tərəfdə qaldı 0. 2 ifadənin hasili modulu onların modulları hasilinə bərabərdir. Ona görə də birinci modulu belə yazırıq. Modul x çıx 2 vurulsun modul x plus 2. Çıx 3 modul x plus 2. Bərabərdir 0-a. İndi x plus 2'nin modulu ortaqdır. Çıxardan mütərizə xaricinə. X plus 2'nin modulunu. Qalır modul x çıx 2 çıx 3. Bərabərdir 0-a. Hasil 0-dırsa ən azı biri 0 olmalıdır. Ona görə yazırıq modul x plus 2 bərabərdir 0-a. Bir yazırıq modul x çıx 2 çıx 3 bərabərdir 0-a. X plus 2'nin modulu 0-dırsa deməli x plus 2 özü 0'dır. Buradan alınır x bərabərdir mənfi 2. İndi buradan alınır modul x çıx 2 bərabər nəyə? 3'ə. Modulu 3 olan ədədlər biri mənfi 3'dür, biri müsbət 3. Yazırıq x çıx 2 bərabərdir 3'ə. Bir də x çıx 2 bərabərdir mənfi 3'ə. Buradan alınır x bərabərdir 5. Buradan alınır x bərabər nəyə? Mənfi 1'ə. Deməli kökləri tapdıq. 3 dənə kök var. Bizə də kökləri hasilini sor. Hasili. Mənfi 2 vur 5 vur mənfi 1. Bu da bərabərdir müsbət 10. Doğru cavabımız C variantı. Müsbət 10'a bərabərdir. 16-cı sual. Perimetri 26 cm olan ABCD rombunda AC BD cəmi 15 cm olarsa AOD üçbucağının perimetrini tapın. İndi rombun perimetri 26'dırsa deməli perimetri mən yarıya bölsəm, daha doğrusu
4'ə bölsəm, tərəfin uzunu tapa bilərəm. 26 böl 4 bizə verəcək 26-nı 4'ə böləndə bizə verəcək 6,5. Deməli, tərəfin uzunluğu 6,5'dir. Biz bilirik ki, rombun diaqonalları kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, bura ilə bura bərabərdir. Bura ilə də bura bərabərdir. Yəni, mən bura x desəm, burada x-dir. Bura y desəm, burada y-dir. Tərəfə də A deyirəm. Tərəfdə A. Bizdən soruşur AOD üçbucağının perimetri. AOD. Yəni, bizdən soruşur x plus y plus A nəyə bərabərdir? İndi, baxırıq, AC ilə BD-nin cəmi. Yəni, bizə verib 2x-dən 2y-in cəmini verib 15. 2'yə bölsəm, x-dən y-in cəmi olacaq 7,5. Gətirib burada yenə yazsaq, 7,5 plus A. A-da neçədir? 6,5 tapmışıq. 6,5. Bu da olacaq 14. Yəni, doğru cavabımız C variantı 14'ə bərabərdir. 17-ci sual. Kater 20 kilometr çay axını ilə və 9 kilometr göldə hərəkət edərək bütün yola 1 saat 30 dəqiqə vaxt sərf etdi. Çayın axma sürəti saatda 2 kilometr olarsa, katerin çayın axına qarşı sürəti tapın. Deməli, çayın sürəti verib. Katerin sürəti nə deyirəm? X. Və kater olsun X. Çayın sürəti də nədir? 2'dir. İndi 20 kilometr çay axınla gedibsə, məsafəni bölsəm, axınla sürətə. Axınla sürət nə demək ki? Katerin öz sürəti, üstəgəl çayın sürəti. Bu olacaq zaman. 9 kilometr göldə hərəkət edib. Göldə hərəkət edibsə, artıq bu nədir? Hərəkətsizdir. Yalnız öz sürəti var. 9 böl x. Bu da zamandır. Bunların cəmi 1 saat 30 dəqiqə. Yəni 1 saat 30 dəqiqə, yəni 1,5 saat. 1,5 saat. Yəni, qısaca belə yazaq. 3 böl 2. 3 böl 2. Yəni, 2'də 3 saat. İndi bizdən soruşur x plus 2. Yox, daha doğrusu axına qarşı. Yəni, x 2'ni soruşur. Yəni, biz x tapmarıq ilk öncə. İndi təbii ki, burada x 0 və mənfi 2 ola bilməz. Bərabərliyin hər tərəfini vuracam 2x plus 2'yə. Buna vursam, birincidə alınacaq 20 vurulsun 2 vurulsun x. X'i mütərizəsində yazma ehtiyac yoxdur. İkincisine vursam 9 vur 2 vurulsun x plus 2. Sağ tarafa vursam 3 vurulsun x plus 2. Şimdi burada alınır 40x. 40x. Burada alınır 9 dəfə 2 18. 18x üstə 36. Bərabərdir 3x kvadrat üstə 6x. İncə burada nə alınır? 3x kvadrat 40 58. Sağa keçirsəm çıx 52x. 52x çıx 36. Bərabərdir 0. İndi bunu vurulara ayırmaq lazımdır. Bunu belə yazıram. 3x kvadrat 3x kvadrat çıx 54x üstə 2x çıx 36 bərabərdir 0'a. Bu ikisində ortaq olan nə var? 3x. Çıxarsam x çıx 18. Burada ortaq olan 2. 2'ni çıxarsam mütərizə xaricinə x çıx 18. Bərabərdir 0'a. Hər ikisində ortaq olan x çıx 18'dir. X çıx 18'i çıxarsam mütərizə xaricinə 3x plus 2 qalır. Bərabərdir 0'a. Hasil 0'sa ən azı biri 0'dır. Amma burada ikinci tərəf 0 ola bilməz. Çünki sürət müsbətdir. Ona görə bu 0 ola bilməz. Deməli, bura 0'dır. Deməli, x bərabərdir 18. Biz tapdıq katerin sürəti. Bizdən soruşur, katerin çayın axına qarşı sürət. Axına qarşı deyəndə katerin sürətində çıxmaq lazımdır çayın sürətini. Cavab olacaq neçə? 16. Doğru cavabımız B variantı. 16'ya bərabərdir. 18-ci sual. A parametrin hansı qiymətində tənliyin sonsuz sayda kökü var? Xətti tənliyin sonsuz sayda kökü olması üçün həm x-in əmsalı, həm də sağ tərəf eyni anda sıfıra getməlidir. Eyni anda. Sol tərəfə baxıram. A kvadrat çıx 7a plus 10 bərabərdir 0. Bunu yazırıq. A çıx 2,
A çıx 5 bərabər 0 şəklində. A-nın bir qiyməti 2-dir, bir qiyməti də 5-dir. İndi baxaq. 2 ya da 5. Sağ tərəfi 0 eləməlidir. Sağ tərəfdə A-nın yerinə 2 yazsaq, 2-nin kvadratı 4, 4 dəfə 2, bəli, 2 ödür. 2 ödür. Amma 5 yazsaq, bax 5. 25, 5 ödəmir. Yalnız 2 ödür. Ona görə cavabımız nədir burada? 2-yə bərabərdir. Sağ tərəfdə A-nın yerinə 5 yazanda, A-nın yerinə 5 yazsaq, alınacaq 27. Onda həll olunur. Növbəti sualımız 19-cu sual. ABCD proqramında AC bərabərdir 3AB-yə, BD bərabərdir 4 sm və AD 6 sm olarsa AB-ni tapın. Biz bilirik ki, diaqonalların kvadratları cəmi bərabər 2 vurulsun tərəflərin kvadratları cəmi. İndi AB-yə mən x desəm, AC olacaq 3x. AC-nin yerine yazırıq 3x'in kvadratı. Üstəlik BD-ni bizə verib 4. 4'ün kvadratı. 2 vurulsun. Tərəfin biri x'dir. X kvadrat. Digəri də 6 verilib. 6'ın kvadratı. 9x kvadrat. Üstəgəl 16 bərabərdir. Burada alınır 2x kvadrat. Üstəgəl 72. 9x kvadrat çıxılsın 2x kvadratı bərabərdir 72 çıx 16'ya. 7x kvadratı bərabərdir 56'ya. X kvadrat bərabərdir 8. X bərabərdir kök altında 8. Bunu da belə yazırıq. Kök altında 4 vur 2. 4'ə də kök 2 çıxır. 2 kökdə 2. Yəni doğru cavabımız burada D variantı 2 kökdə 2'yə bərabərdir. 20-ci sual. T'nin kökləri x1 və x2 olarsa, x1'in x2'yə nisbəti, üstəlik x2'nin x1'ə nisbəti cəmini P və Q ilə ifadə edin. Baxırıq, T'nin kökləri x1 və x2 olduğu üçün x1 x2'nin cəmi bərabərdir. T'lik çevrilmiş qura t'likdir. Kökləri cəmi ikinci hədin əmsalı əksi, yəni mənfi P'yə. Kökləri hasil isə sərbəst həddə, yəni Q'yə bərabərdir. Bunu yazdıq. İndi orta məxrəc x1-in x2'nin hasilidir. Sürətdə alınır x1'in kvadratı üstəlik x2'nin kvadratı. Bu da bərabərdir. Sürəti yazıram bu şəkildə. Cəm verildiyi üçün x1 plus x2'nin cəminin kvadratı çıxılsın hasilinin 2 misli. Bölünsün x1 vur x2 bərabərdir. Deməli, kökləri cəmi mənfi P'dir. Mənfi P'nin kvadratı köklər hasilə Q. Çıx 2Q. Bölünsün Q. Sürətdə alınır P kvadrat. Çıx 2Q. Məxrəcdə də Q. Deməli, doğru cavab A variantı. P kvadrat çıx 2Q. Bölünsün Q. 21-ci sual. Diaqonalları 12-5 nisbətində olan rombun tərəfi 26 sm olarsa, onun kiçik diaqonalını tapın. İndi bunun hazır düsturu da var. Düstursuz mən deyəcəm, düstursuz. İndi bizə diaqonalları verib. A, B, C, D. Biz bilirik ki, rombun diaqonalları qarşılıqlı perpendikulyardır və kəsişmə nöqtəsində yarıya bölünürlər. Həm də bucaların tənbəlləridir, heç. İndi diaqonalların nisbəti verib 12-nin 5'ə nisbəti. Yəni deyir ki, AC ilə BD-nin nisbəti 12-nin 5'ə nisbəti. Mən bunu belə yazıram. 24'ün 10'a nisbəti. Biri 24K'dır. Digəri də 10K'dır. Yarısı kəsr alınmasın deyə 2'yə vurdum. 24K'nın yarısı bizə verəcək 12K bura. 12K bura. 10K'nın yarısı 5K bura, 5K bura.
Baxın 5K, 12K. Düzbucaqlı, üçbucaqlı. Pifaqoran alınacaq bura 13K. Demək tərəf alındı 13K. Tərəf 13K. Tərəfi də verib 26. 13K bərabər 26-ya. K alınır 2. K-nı tapdıq 2. Kiçik diagonal. Kiçik diagonal BD-dir. Yəni 10K-dır. 10 da 2-yə vursaq nəticə alınacaq 20. Yəni doğru cavabımız B variantı 20-yə bərabərdir. Bunun düsturla yolu da var. Düstur zaten buradan çıxır. Düsturla yolu necədir? D1-in kvadratı plus D2-nin kvadratı bərabər 4A kvadrat. Tərəf verilib, diagonalın nisbəti verib, burada yenə yazıb K-nı tapırıq. 22-ci sual. Tənlişlər sistemindən x, y hasını tapın. Nəyə baxırıq? Yuxarıdakı x, y 2 rəqəmli ədəddir. Aslını yazsam 10x plus y. Çıxılsın. Yx 2 rəqəmli ədəddir. Yazırıq 10y plus x şəklində. Bərabər 27. Buradan alınır 10x plus y çıx 10y çıx x. Bərabər 27-yə. Buradan alınır 9x çıx 9y. Bərabər 27-yə. Hər tərəfi 9-a bölsək, x çıx y alınır neçə? 3. İndi ikinci tənliyi belə yazıram. Sol tərəfi. X çıx y-in kvadratı üstə gəl 2xy. Bərabərdir. Sağ tərəfdə 29 verir. X çıx y 3-dür. 3-ün kvadratı üstə gəl 2xy. Bərabərdir 29-a. 2xy bərabərdir 20-yə. Və xy hasili alınır 20-ni 2-yə böləndə 10. Yəni doğru cavab burada 10-a bərabərdir. 23-cü sual. Bərabəryanlı trapesiyanın oturacaqları 12 və 5. Diagonalı onun iti bucağını yarıya bölür. Trapesiyanın perimetrini tapın. Deməli bizə trapesiya lazım olacaq. Trapesiya. Bu olsun bizim trapesiyamız. Bu da diagonal. Diagonal deyir ki, iti bucağı yarıya bölür. Bura alfa, bura alfa. Bura alfadırsa, burada alfadır. Bunu bildik. İndi deyir ki, oturacaqları 5 və 12-dir. Bura 5-dir, burada 12-dir. Bərabəryanlıdır. İndi baxın, burada bərabəryanlı üçbucaq alınır. Yəni bura 5-dirsə, burada 5 olacaq. O zaman burada 5-dir. Perimetri soruşur. 3 dənə 5, üstəgəl 12. 15 üstəgəl 12, nəticə olacaq 27. Yəni doğru cavab burada 27-yə bərabərdir. 27. 24-cü sual. Tənliyin köklərindən biri 3 çıx kökdə 2 olarsa günü tapın. Tənlimiz çevrilmiş kvadrat tənlişdir. Ümumiyyətlə, kvadrat tənliyin köklərindən biri irrasionaldırsa, təbii ki, burada əmsallar rasional əmsallı olmalıdır. Köklərdən biri irrasionalsa, digəri onun qoşması olur. Yəni bizə birini verib 3 çıx kökdə 2. Digəri də 3 plus kökdə 2 olacaq. Onun qoşması. İndi rasional əmsallı kvadrat tənliyi. Ümumiyyətlə, rasional əmsallı burada demək doğru deyil. Bundan sonraki hissədə. Çevrilmiş kvadrat tənliyin kökləri hasili sərbəst həddə bərabərdir. Yəni, Q burada sərbəst həddir. Q bərabərdir. 3 minus kökdə 2 vurulsun 3 plus kökdə 2-yə. Q bərabərdir. 3-ün kvadratı çıx kökdə 2-nin kvadratı. 9 çıx 2, bu da olacaq 7. Yəni, doğru cavabımız burada 7-yə bərabərdir. 25-ci sual. Ədədə özünün 60%-ni və 15 əlavə etdikdə 63 alınır. Bu ədədi tapın. Ədədə deyirəm x. İndiki ədədə özünün 60%-ni, yəni x-in 5-də 3 hissəsini əlavə etdik və 15 əlavə etsək 63 alınacaq. Deməli, x üstəgəl x-in 5-də 3 hissəsi bərabərdir 48-ə. 63-dən 15 çıxdım. Hər tərəfi 5-ə vursam 5x üstəgəl 3x bərabərdir 5 vur 48-ə. 8x bərabərdir 5 vur 48. Sol və sağ tərəfi 8-ə bölsəm burada 1, burada 6 və x alınır 5 dəfə 6, 30. X 30-dur. Bizdən də ədəd soruşur. Cavab 30. 26-cı sual. ABCD dördbucaqlısının tərəfləri AB3, BC4, CD6 və AD4 olarsa
AC diaqonalın ala biləcəyi tam qiymətlərin cəmini tapın. Burada diaqonal dördbucaqlı 2 ilə 3 bucağa ayrılır. Yəni 2 ilə 3 bucağa ayırdığı üçün 3 bucaq bərabərliyi yazıram. Deməli ABC 3 bucağından AC 3 ilə 4-ün cəmindən kiçik olmalıdır. Amma fərqlərinin molundan isə böyük. Digər 3 bucaqdan isə AC 4-ün 6-nın cəmindən kiçik, 4-ün 6-nın fərqinin molundan isə böyükdür. Buradan alınır 1 kiçikdir AC, o da kiçikdir 7. Buradan isə alınır ki 2 kiçikdir AC, o da kiçikdir 10. İndi bu 2 dənə bərabərliyin kəsişməsi lazımdır mənə. Bundan bunun kəsişməsi. Bunların kəsişməsi harada baş verir? 2 kiçikdir AC, o da kiçikdir 7-də baş verir. Yəni mənə lazımdır indi buradakı tam qiymətlər. Tam qiymətlər 2-dir. 2 deyirəm. Üzr istəyirəm, 2 daxil deyil. 3, 4, 5, bir də 6. Tam qiymətlər bunlardır. İndi bunların cəmini soruşur. Bunların cəmi olacaq 18. Yəni doğru cavab burada 18-ə bərabərdir. 27-ci sual. Köşkləri x1 və x2 olan tənliklər üçün uyğunluğu müəyyən edin. Baxın, birinci tənli daha sada formaya yazaq. Sağ tərəfdəki x-i sola keçirsək, x kvadrat çıx 6x plus 8 bərabərdir 0. İkincidən 3-ü sola keçirsək, x kvadrat çıx 7x plus 7 bərabərdir 0. Üçüncüsü də normal şəkildə verilib. 2x kvadrat, hətta üçüncüsünün hər tərəfi 2-yə bölün. Çevrilmiş kvadrat tənliyə gətirin. X kvadrat çıx 5x çıx 4,5 bərabər 0. İndi deyir ki, tənlinin kökləri cəmi 5-ə bərabərdir. Bu 3-ə aiddir. 3-ə baxaq. Tənlinin kökləri cəmi 5-dir. Kökləri hasil 8 1-ə aiddir. Kökləri hasil 8 1-ə B. Kökləri hasil 10-dur. Kökləri hasil 10 heç birə aid deyil. Kökləri cəmi 7. Kökləri cəmi 7 2-yə aiddir. Kökləri cəmi 7 2-yə D. 2-yə D, A, B, D. Kökləri hasil 7-dir. Kökləri hasil 7, o da 2-yə aiddir. 2-yə həm də Y variantı. Bu şəkildə. Gəldik situasiya suallarına. Məktəbin 9-cu sinifində 24 şagird təhsil alır. Qızların sayı onların sayından 2 dəfə çoxdur. Onların yarısı, qızların isə 8-də 5-i əlaçıdır. Bütün onların yaşı 15, qızların 6-sının yaşı 14, qalanlarının yaşı 15-dir. Sinifdə neçə oğlan, neçə qız təhsil alır? İndi baxaq. Deyir ki, qızların sayı onların sayına 2 dəfə çoxdur. Yəni oğlan sayına x desəm, qız sayı olacaq 2x. Ümumi 3x-dir. Yəni ümumi 3x. 3x bərabərdir 24-ə. X alır 8. Deməli olan sayı 8-dir, qız sayı 16-dır. Bir sinifdə neçə oğlan və neçə qız təhsil alır? Bunu bildik. 8 və 16. İndi keçək növbəti. Sinifdə neçə nəfər əlaçı deyil. İndi əlaçı. İndi baxaq. 28-in cavabını tapdıq. Keçirik 29-a. Deyir ki, oğlanların yarısı, qızların 8-də 5-i əlaçıdır. Onların yarısı. Oğlan 8 nəfərdir, yarısı 4. Əlaçı plus yazıram. Qızların 8-də 5-i. Qızlar 16 nəfərdir. 16-nın 8-də 5-i. Bu da olacaq 10 nəfər plus. Bunlar əlaçılardır. Əlaçılar. İndi deyir ki, neçə nəfər əlaçı deyil. 4-dən 10-u toplasaq, 14 nəfər əlaçıdır. 24 nəfər şagird var. 24 çıx 14, 10 nəfər əlaçı deyil. Bunun da cavabı 10-dur. İndi keçək növbətisinə. 30-cu sual. Sinifdəki bütün şagirdlərin yaşının ədədi ortasını tapın. Bütün şagirdlərin yaşının ədədi ortası. İndi baxaq. Bütün olanların yaşı 15-dir. Onların sayı 8-dir. Yaşı 15 isə onların yaşları cəmi 8 vur 15 olacaq. Üstə gəl. Qızların 6-sının yaşı 14. Qızların 6-sının yaşı. 14 isə yaşları cəmi 6 vur 14. Qızların sayı 16-dır. 6-sının yaşı. Deməli, yerdə qalır 10 nəfər.
10 nəfərin də yaşı 15-dir. Yaşları cəmi 10 vur 15. Bölünsün bütün sinif sayı. Bütün sinif sayı neçədir? 24 idi. Bölünsün 24. Deməli 8 dəfə 15 120. 6 dəfə 14 84. 10 da 15'e vuranda 150. Bölünsün 24. 120'ni 24'e böləndə 5. Ya da bunları toplasaq bölsək sonucda görə nə alınır? Deməli 120 üstə gəl 84 üstə gəl 150. Bunu da bölməli 354 edir. Onu da bölməliyəm 24'e. Cavab çıxır 14,75. Sualların izahı bu qədər. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın.